2026-cı il gəldi artıq və artıq insanlara səninlə necə davranmalı olduqlarını öyrətməyi dayandırmağın zamanıdır. Artıq insanlara daha emosional intellekti yüksək olmağı öyrətməyi dayandır. Artıq insanlara sənə necə davranmalı olduqlarını öyrətməyi dayandır. Artıq səni görüşə çağırmayan o kişini öyrətməyi dayandır. Artıq sənə hədiyyələr almağı unudan, sənə qulluq qayğı göstərməyi unudan kişiyə manipulyasiyalar etməyi dayandır. Və dayandır artıq hörmət edilmədiyin yerlərdə durmağı. Dayandır artıq xoşuna gəlməyən yerlərdə qalmağı. Və dayandır artıq isterika çıxartmağı, davamlı hansısa atalar sözləri və yaxud da maraqlı acı sözlər paylaşmağı statusda. Heç kəsin vecinə deyil. Bəli, heç kəsin vecinə deyil. Və bunu nə qədər tez anlasan o qədər yaxşıdır. Artıq 2026-cı ildir. Ayağa qalxıb hərəkətə keçmək zamanıdır. İnsanlar sən status paylaşdın deyə dəyişəcək deyil. İnsanlar sən isterika çıxartdın deyə dəyişəcək deyil. İnsanlar sən davamlı manipulyasiyalar istifadə etdin deyə yanında qalası deyil. Səni seçəcək olan sadəcə sənsən və sən özünü seçdiyin sürəcə insanlar səni seçməyə davam eləyəcək. Yox, özünü seçməyəcəksən, özünə xəyanət edəcəksənsə, insanlar da sənə hörmət etməyəcək. Artıq 2026-cı ili yeni qaydalarla oynamaq zamanıdır. Buna görə aşağıda sənin üçün hazırladığım hədiyyəni mütləq götür.